Astara rayonunda 1990-cı il təvəllüdlü Ziya qonşusu Nahidə xəsarət yetirib. Hadisə bu ilin yanvarın 1-də rayonun Bəydilli kəndində baş verib. Ziya həmin gün saat 20 radələrində yaşadığı evin qarşısında qonşusu Nahidin ona cibinə siqaret al qoy deməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı əli ilə onun başından tutaraq darvazaya vurması nəticəsində ona xəsarətlər yetirib. Ziyanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Ziya ifadəsində göstərib ki, zərər çəkmiş Nahid qapının qonşusudur və həmkəndlisidir. Onunla aramızda heç bir ədavət yoxdur. Yanvarın 1-də Nahid yaşadığım evin qabağına küçəyə çıxdı. Küçədə olan zaman Nahiddən siqaret istədim. O mənə cibinə siqaret al qoy deyərək zarafat etdi. Mən zarafata əsəbləşərək əlim ilə Nahidin başından tutdum və arxasından olan darvazaya çırpdım. Daha sonra Nahid evə girdi. Mən də uzaqlaşaraq getdim deyə o ifadəsində göstərib. Astara rayon məhkəməsinin hökmü ilə Ziya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasını nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Beyləqan rayonunda 41 yaşlı kişi arvadına xəsarət yetirib. Hadisə onların bircə yaşadıkları evdə baş verib. 1985-ci il təvəllüdlü İntiqam yaşadıkları evdə arvadı Zülfiyə ilə mübahisə edib. İntiqam yaşadığı evin qonaq otağında pəncərənin çirkli olduğunu görüb və buna görə arvadına öz iradını bildirib. Aralarında yaranmış mübahisə zamanı Zülfiyənin baş nahiyəsindən bir dəfə yumruqla vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş şəxslə barışıq əldə edib. Zərər çəkmiş şəxs də bildirib ki, təqsirlənən şəxslə barışıb, ona dəymiş ziyan tam ödənilib. O məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib. Beyləqan rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Bundan əlavə, Ağsu rayonunda 2 nəfər arasında pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin fevralın 4-də Ağsu şəhəri Hacıbəyev küçəsində yerləşən kafedə baş verib. Ağsu rayon sakini 1963-cü il təvəllüdlü Məhəmməd həmin gün təxminən saat 19 radələrində Zülfüqarın ofisiant olaraq işlədiyi kafeyə gəlib. O aralarında borc pul məsələsini bəhanə edib, heç bir əsas səbəb olmadan Zülfüqarla mübahisə edib. Məhəmməd ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərinə zor tətbiq olunması ilə müşahidə olunan qərəzli hərəkətlər edib. Həmin vaxt Məhəmməd Zülfüqarın üzərinə hücum edib, əvvəlcə yaxasından yapışaraq köynəyini cırıb, sonra yumruqla ağız nahiyəsinə
bir dəfə yumruq zərbəsi vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci xulqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və yaxud belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşahidə edilən qərəzli hərəkətlər maddəsi ilə ittiham elan edilib. Ağsu rayon məhkəməsinin hökmü ilə Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.